Bir kişi uzun müddət həbsxanada yatır və bu həbsxanadan çıxmasına bir həftə qalmış yoldaşına məktub yazır. Deyir, mən uzun müddətdir ki, burada həbsxanadayam. Ona görə mən bilmirəm ki, sən məni qəbul edəcəksən, yoxsa etməyəcəksən. Bunu bilmək üçün sən yolun qırağında olan böyük bir ağacın budağına sarı bir dəsmal bağlayarsan. Əgər bu dəsmalı bağlasan, mən biləcəm ki, sən məni qəbul edəcəksən. Və bunu görsəm, düşüb evə gələcəm. Yox, orada dəsmalı görməsəm, evə qayıtmayıb, yoluma davam edib, başqa bir yerdə gedib, özüm üçün məskən salıb, yaşayışımı davam etdirəcəm. Bunların da kəndi rayonlar arası gedən yolun kənarında yerləşirmiş. Və nəhayət bir həftə keçdikdən sonra bu kişi həbsdən çıxır, gəlir, əyləşir rayonlar arası avtobusa. Avtobusdakı yol yoldaşı da çox mehriban, danışqan bir adam olur. Nəsə bu kişinin səbri çatmaz, öz hekayəsini bu yol yoldaşına da söyləyər. Yol yoldaşı da dilinə yeyə durmaz. Bu hekayəni avtobusdakı bütün insanlara çatdırar. Ona görə hamı, avtobusda olan bütün insanlar, hamı bu hekayənin sonluğunun necə başa çatdığı ilə maraqlanar, intizarla gözləyərlər ki, görək bu hadisənin sonu necə qutaracaq. Və bunlar bir neçə saat yol gəldikdən sonra nəhayət bunların kəndinə yaxınlaşırlar. Sonuncu döngədən dönəndən sonra artıq kişinin dediyi ağac görünməyə başlayır. Hamı yığışıb avtobusun pəncərəsindən intizarla ağacın budaqlarına baxmağa çalışır ki, görək bu ağacın budağına həqiqətən də sarı dəsmal bağlanıb, yoxsa bağlanmayıb. Aydın məsələdir ki, avtobusdakı bu adamların gözündən heç bir şey qaça bilməz. Avtobusda 40 nəfərə qədər adam var. Bunlar hamısının gözü tikib ağaca ki, görək bu ağacın hansı budağında dəsmal var. Və hamı intizarla bu səhnəni gözləyir. Nəhayət avtobus ağaca yaxınlaşanda hamı görür ki, ağacın nəinki budağına, bütün budaqlarına dəsmal bağlanıb. Və bunların sevincinin həddi hüdudu olmur, hamı sevinir, bu kişini təbrik edirlər. İndi bu hekayədən belə nəticə alınır ki, əsl sevgi və sədaqət pis gündə bilinər. İnsan hər bir zaman sevgisinə sadiq qalırsa, bu sevgi doğrudan da dəyərlidir. Əsl sədaqət varlıqda deyil, yoxluqda ortaya çıxar. Diqqətinizə görə çox sağ olun.